İkinci Dünya müharibəsi dəhşətli bir hadisə idi. Onun əks hədəsi hələ də bütün dünyada hiss olunur və keçmişə qayıtmaq, Hitlerlə məşğul olmaq ideyasını hətta blockbusterlarda nümayiş edilir. Bəs bu baş versəydi, ötən əsrin əsas fitnəkarı olmasaydı, dünya necə olardı? Bunu indi sizlərə göstərəcəyik. Siz də öz versiyanızı şərtlərdə bölüşün. Biz isə başlayırıq. Gəlin ondan başlayaq ki, Hitlerin siyasətə gəlişi təsadüfən baş verib və söhbət hətta onun ibtidai məktəbdə yaxşı oxumasından, xorda oxumasından, keşiş köməkçisi olmasından, gənclikdə ağır ağciyər xəstəliyindən sağ çıxmasından getmir. Gələcək tiranın həyatı başqa istiqamətə dönməsi və tamamilə kəsilməsi üçün bu amillərin hər hansısa biri kifayət edə bilərdi. Amma biz bunlardan danışmayacağıq. İlk növbədə söhbət İnçayından gedir. 1894-cü ildə 5 yaşlı Adolf Hitler az qala bu çayda boğulurmuş. Onu təsadüfən oradan keçən bir oğlan xilas edir. Görən o oğlan bilsəydi ki, qarşındakı Adolf Hitlerdir, yenə də xilas edərdimi? Sonra isə 1-ci Dünya müharibəsi başladı. Hitler müharibəni demək olar ki, tam şəkildə keçdi. 1915-ci ildə yanında qranat partlayışı nəticəsində yaralandı. 1918-ci ildə isə zəhərli qaza düşdüyünə görə görmə qabiliyyətini bir müddətlik itirdi və bu hələ hamısı deyil. Henry Tent, Britaniyalı bir əsgər, döyüş meydanında Hitleri öldürmək üzərində idi ki, lakin son anda onun yaralı olduğunu görüb fikrindən daşınıb. Daha sonra isə itiharat, qəza, suiqəst və hətta məhkəmə oldu. Məhkəmə nəticəsindən Hitler ölüm cəzasından qurtuldu. Tiranın da hakimiyyətə gəlməsi milyonlarca təsadüfə müşahidə olunurdu. Bəziləri bu prosesdə hətta Stalini günahlandırırdı. Güya o kommunistlərə Hitlerin rəqiblərini dəstəkləməyə icazə vermirdi ki, onlar qalib gəlməsin. Alimlər Hitlerin hakimiyyətə gəlmə ehtimalını yer üzündə həyatın yaranması ilə müqayisə edirlər. Bu yola çox sayda inanılmaz təsadüf aparıb. Ancaq təsəvvür edin ki, bu mərhələlərin birində Hitler yoxa çıxır. Bunu anlamaq üçün ilk növbədə 20-ci ilin sonuna, 30-cu ilin əvvəllərindəki Almaniyaya baxmaq lazımdır. 1-ci Dünya müharibədə məğlubiyyət uğramış, alçaldılmış, lakin eyni zamanda nəhəng ambisiyalara sahib bir dövlət görərik. Ən kədərləndirici detal isə oydu ki, torpaqlarının çoxunun kökləri almanlar olaraq onları Fransaya və Çexoslovakiyaya verilməsi idi. Buna görə də Almaniya və Avstriya sakinləri özlərini təhqir olunmuş kimi hesab edirdi. Etirazları yalnız almanlar yox, eyni qaydada orada yaşayan yəhudilər də edirdi. Dünya müharibəsində məğlubiyyət almanları geriyə atdı. Lakin iqtisadi möcüzədə Hitlerin rolu böyük deyildi. Onun əsas artımı 1920-ci ildə qoyulmuşdur. 1927-ci ildə Almaniya 1913-cü ilin nisbətən 22% daha çox məhsul istehsal edirdi. Bu uğura həm Amerika kreditləri, həm Sovetin tanınması, həm də Avropanın əməkdaşlığı eyni dərəcədə təsir edirdi. Hitler gerçək hakimiyyəti yalnız 1933-cü ildə aldı. O zaman Almaniya artıq zəif ölkə deyildi. Amma bizim tariximizdə Hitler olmaması o demək idi ki, nazistlər heç vaxt hakimiyyətə çıxa bilməyəcəkdilər. Əslində faşizm və nasizm Alman ideyası deyildi. Bu hərəkət 1-ci Dünya müharibəsində öz yöntəmini almışdı. Hətta nasizm müxtəlif formalarda Avropaya yayılmışdı. Məsələn, Mussolini eyni Hitlerin baxışlarını paylaşırdı. Amma o 1922-ci ildə İtaliyanın hakimiyyətinə çıxmışdı. Bu tip hərəkətlər İngiltərədə, Fransada və hətta Sovetdə mövcud idi. Lakin əksər ölkələrdə onlar hakimiyyətin zirvəsinə çıxa bilmədilər. Almaniyada isə bütün bunlar xarizmatik Hitler olmasaydı baş verməzdi. Adolf Hitlerin şəxsiyyəti ziddiyyətlidir. Amma bir şeylə heç cür mübahisə etmək mümkün deyil. O mükəmməl bir natiq idi. 30-cu illərin əvvəllərində nasist rejiminin hakimiyyətə gəlmə şansı çox aşağı idi. Amma bu müharibənin qarşısını alardımı? Sual açıqdır. Əvvəl də dediyimiz kimi Almanlar özlərini alçaldılmış hesab edirdilər. Eyni zamanda iqtisadiyyat böyüyürdü. Hər bir hakim və hakimiyyətdəki partiya Alman torpaqlarını geri qaytarılmasını məqsəd seçərdi. Burada tarixdəki ən dəhşətli cinayəti xatırlayaq. Holokost. Deyirlər ki, Hitler anasının zəhərlənməsində bir Yahudi həkimini şübhəli bilirdi. Nəticə etibarən o tarixin ən dəhşətli soyqırımın arxasında dayandı. Onun rəqibləri və potensial varisləri belə bir şey arzulamazdılar. Bəs bu alternativ tarix üçün nə deməkdir? 1930-cu illərin əvvəllərində Almaniyada yəhudilər fiziki və digər əsas elmi sahələrin hərəkət verici qüvvəsi idilər. Müasir alimlər hamı deyir ki, o zaman Almaniya dünyanın ilk elm dövləti idi. Heç kimə sir deyil ki, atom bombasında və klassik raketlərin yaradılmasında əsas iştirakçılar Alman mühacirlər olmuşdu. Edward Teller, hidrogen bombasının yaradıcısı
yahudidir. 1935-ci ildə ABŞ-a qaçmışdı. Leo Silver və Eugene Winger digər mühacirlər idi. Tyler ilə bir yerdə onlar Roosevelt'a nüvə silahının ehtiyac olduğunu bildirən məktub yazmışdılar. Albert Einstein haqqında isə başına görə 50.000 mark mükafat təyin edilmişdir. Eyni anda onun uğurları faşist alimlərə aid edilmişdi. Halbuki Albert öz vətəninə sadiq idi və Almaniyanı sevirdi. İndi təsəvvür edin ki, bu alimlərin heç biri ölkəni tərk eləməzdi və Almaniya üçün çalışardılar. Manhattan layihəsi və ABŞ-da atom bombası yaranması ən azı 5-10 il gecikərdi. Çünki bu işlər Almaniyada baş verərdi. Sənaye inkişafı Hitlerin irq təmizliyi və repressiyalar olmasına baxmayaraq davam edirdi. Əgər mühacirlər ölkədə qalsaydılar, nəticələr çox daha yüksək olardı. Almaniyanın atom bombasına malik olması Hitler olmasaydı əgər 1930-cu ilin sonuna qədər əldə oluna bilərdi. Və əgər həqiqətən də bu baş versəydi, 1-ci Dünya müharibəsinin nəticələrinə baxılmasını və öz torpaqlarını geri qaytarılmasını nəzakətlə tələb etsəydilər, kimsə qarşı çıxardı. Birinci dəfə qeyd edək ki, bu təkcə Hitlerin yox, taleyindən razı olmayan bütöv almanların arzusu idi. Hitler bunu 1938-ci ildə artıq həyata keçirmişdi və şübhəsiz ki, o olmasaydı, onun varislərindən kimsə eyni məqsədə daha sülh yolu ilə çatmağa çalışardı. Bu nöqtədə dünya siyasətini də qiymətləndirmək vacibdir. İngiltərə və ABŞ üçün vəziyyət eyni idi. Onlar üçün Stalinlə Hitlerdə eyni yeri tuturdular. Əgər Hitler olmasaydı, tələblər yalnız Sovyeta olardı. ABŞ-da isə heç Almaniyaya müharibə elan etmək populyar deyildi. Siyasətdir. Güclü Almaniya hələ də dünya ictimaiyyətində narazıçılıq doğurardı. Bu baxımdan Stephen Freier'in 1996-cı ildə romanında təqdim etdiyi nəzəriyyət real görsənir. O yazırdı ki, əgər impulsiv irqçi Hitler yerinə soyuqqanlı və rasional bir hakimiyyət olsaydı, nəticələr daha da dəhşətli ola bilərdi. Amma biz bu nəzəriyyatı tam bölüşmürük. Çünki hipotetik varisi müharibə istəməyə də bilərdi. Amma problem ondaydı ki, yalnız Hitler deyil, Yaponiya, Sovyet, Britaniya və ABŞ da müharibəyə doğru irəliləyirdilər. 1930-cu illərin sonu Hitlerin rolu ən dəhşətli müharibənin başlanğıcında açardır. Amma yenə də tarixi yaradan şəxsiyyət deyil. Dünyadakı vəziyyəti, şəxsiyyəti yaradan. Çoxlu sənədlər və araşdırmalar göstərir ki, Sovet Almaniyaya hücum etmək istəyirdi. Saniyəsi sonuna kimi kimə qarşı müharibə edəcəyini bilmirdi. Yenə də dəqiq demək olar ki, Holokost olmasaydı Almanlar münaqişəyə daha güclü yanaşardılar. 1-ci Dünya müharibəsinin nəticələri onları qənaət etmirdi və gec ya da tez güclü dövlətlər müharibəyə məcbur idilər. Belə bir müharibədə itkilər daha az olardı. Çünki nüvə silahı Almaniyada daha tez ortaya çıxardı və potensial rəqibləri bu vəziyyətdə müharibə istəməzdilər. Təəssüf ki, bugün tarix o qədər də populyar deyil və insanlar üçün bu cür Hitlerlər nə qədər lazımdır, məlum deyil.